Əziz və hörmətli şəhid sevərlər, biz bugün Azərbaycanımızın dilbər güşələrindən barlı, bərəkətli, günəşli Ağsu rayonu Çaparlı kəndində məzarlıqdayıq. Allah məzarlıqda uyuyan hər bir şəxsə rəhmət eləsin. Bu məzarlığımızı, dünyamızı bizlərə qaytaran əziz şəhidlərimizdən onların ruhlarına fatihə diləyirik. Onlar bizə azadlığımızı, bugünkü günümüzü, firavanlığımızı bizə nəsib edən cəmi şəhidlərimizin ruhu şad olsun. Şəhid qardaşlarımızdan biz bugün doğma yurdunda böyük başa çatan Çaparlı ilində Hüseynov Gizir Ramin Qüdrətoğlu'nun ziyarətini toplaşmışıq. Bu ziyarətdə gələn hər bir kəsə öz təşəkkürümüzü, minnətdarımızı bildiririk. Beləcə də digər şəhid qardaşlarımız burada uyuyur. 1-ci və 2-ci Qarabağ şəhidləri vətənimizin azadlığı uğrunda şirin canlarından keçərək şəhadətə ucalıblar. Hər bir şəhid sevər, onların ailələrinə, onların şəhid ata-analarının ruhları qarşısında baş əyirik. Şəhid bugün Hüseynov Ramin Qüdrətoğlu'nun atası Qüdrət əmi burada iştirak edir. Eləcə də eynən bizim digər şəhid qardaşlarımızdan Cəfərzadə İsrail Namikoğlu burada Ağsu torpağında əslən burada doğulub, böyük başa çatıb, şəhadətə ucalıb, su qoşan uğurlarında şəhadətə ucalmışdı. Atası Nabik müəllim iştirak edir, təşəkkürümüzü bildiririk. Beləcə də digər şəhid sevərlərimiz hər birinizə öz təşəkkürümüzü bildiririk. Əziz şəhid sevərlər, hal-hazırda biz Ulu torpağımıza, bu gözəl Ağsu rayonunun Çaparlı kəndində şəhid Gizir Ramin Qüdrətoğlu Hüseynovun şəhadətə ucaldığı, uyuduğu torpağı öz canı bahasına əldə etdiyi öz ad-sanıyla onun doğulduğu torpaqda uyuduğu məzara ziyarətə toplaşmışıq. Hər birinizi öz dərin təşəkkürümüzü bildiririk. Şəhidlər ölməz, vətən bölünməz. Hər zaman şəhidlərimiz qəlbimizdədir. Hər zaman onları öz xidmətlərinlə, qanları, canları bahasına əldə etdikləri qələbəni bizlərə ərmağan elədiyinə görə bizim də vacib borcumuz hər bir kəsin onları həmişə diqqətdə saxlamaq, ziyarət eləmək, yada salmaq, xatirələrdə yaşadıb, bugünkü gündə onun hər bir həyatı haqqında, fəaliyyəti haqqında, kitablarda, nəşrlərdə, filmlərdə yaşatmaq, tarixləşdirmək və gələcək nəsillərə ötürmək ən vacib borcumuzdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onlar hər biri bizə tariximizi yaşadıblar. Əziz şəhid sevərlər, Gizir Ramin Hüseynovun uyuduğu məzarda Fatihə surəsini onu sevənlər, şəhid sevərlər adından dinləndiririk. Bismillahirrahmanirrahim. Fatih. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahu Samet. Allah rəhmət eləsin. Əziz şəhid sevərlər, Ağsu rayon Çaparlı kənd İkram Rüstəmov adına tam orta məktəbin şagirdləri qəhrəmanlarımızı salamlamaq üçün toplaşmışdır. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladı, şanlı vətənim, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qatiliz, üç rəngli bayrağınla məsud yaşa, üç rəngli bayraq
Əziz şəhidseverlər, əziz vətən təəssüfkeşləri, bugün Ağsu rayonu Çaparlı kəndində dünyaya göz açan şəhid Gizir Ramin Hüseynov Qüdrətoğlunun məzarının ziyarətinin başındayıq. Keçdiyi ömür yoluna, göstərdiyi qəhrəmanlığa diqqət yetirdikdə, bu balaca ürəyi ilə böyük Azərbaycanımıza böyük qəhrəmanlıqlar nəsib edən, onları azadlığımızı qovuşduran şəhidlərimizdən biri Ramin Hüseynov olmuşdur. Əziz şəhid qardaşım, siz hər zaman qəlbimizdəsiniz. Siz hər zaman ürəklərdə yaşayırsınız. Ona görə ki, siz elə bir adla, sanla, qürurla bu dünyaya gəlib, bu dünyadan getmişsiniz ki, İmam Hüseyin aşıqısınız. Bu əməlinizlə həmişə qəlblərdə yaşayacaqsınız. Əziz şəhidseverlər, hal-hazırda məzarı başında olan hər kəs öz ürək sevgisi, öz ürək məhəbbəti, qüdrəti ilə Gizir Ramin Hüseynovun salamlayırıq. Ruhun şad olsun əziz qardaşım. Hər zaman yaşayırsan, hər zaman sağsan. İndi isə şəhid atası Cəfərzadə İsrail Namiq müəllimə söz veririk. Hər birinizi salamlayıram. Bu günləri bildiyiniz kimi doğulduğum torpaqda, doğulduğum rayonda şəhidimiz Ramil balamızın ziyarətinə gəlmişik. Allah ruhlarını şad eləsin. Amin. Allah məqamlarını uca eləsin. Əziz şəhidseverlər, hal-hazırda Ramin qardaşımızın məzarının ziyarətinə gələn gözəl vətənpərvər qardaşlarımızdan biri də Oktay qardaşımızdır ki, şəhid Ayətov Fikrətin qardaşıdır. Buyurun, ürək sözləriniz. Mən də sizləri bu günləri Çaparlı vətəndaş olaraq salamlayıram. Mən itkin şəhid Fikrət Ayətovun qardaşıyam. Bu günlər biz Çaparlı kənd qəbirstanlığında Gizir Ramin Qüdrətoğlunun ziyarət edirik, məzarını ziyarət edirik. Allah Taala onun atasına, ailəsinə can sağlığı, ömür versin ki, bax bizim bu şəhidləri yaşadırlar və yaşadırıq. Və mən sözümü Qüdrətə tutub deyirəm ki, Qüdrət, sən başını dik tut. Doğrudan da siz igid qəhrəman atalarsınız. Siz dövlətimizin həmişə daim irəlidə, önündə duran atalarsınız. Ona görə ki, sizin övladlarınız gözünü qırpmadan düşmənin üzərinə şığıdılar. Onlar daim yaşayırlar, yaşayacaqlar qəlbimizdə, həmişə də yaşayırlar. Onlarla biz fəxr edirik. Ona görə ki, bizim Azərbaycanın belə igid oğulları var. Yaşasın bizim Ali Baş Komandan İlham Əliyev cənabları və onun sayəsində biz də həmişə övladlarımızın daim belə nətər deyim, məzarlarını ziyarət edirik, onlara qayğı göstəririk. Onlar da həmişə bizi bax bu, onların bizi elə ki, ruhları bizi həmişə izləyir ki, biz onları yad edirik. Çox sağ olun, var olun. Əziz şəhidseverlər, Ramin qardaşımız ziyarətinə təşrif buyuran vətənpərvər bizim gözəl ziyalımız, Ağsu rayon Çaparlı kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi Araz müəllimə söz verilir. Çox sağ ol, təşəkkür edirəm mən söz verdiyiniz üçün. İlk öncə şəhid valideynlərinə özlərinin təşəkkürünü bildirirəm ki, və burada iştirak edən yoldaşlara təşəkkür edirəm ki, şəhidimizin məzarını ziyarət ediblər. Bu günləri bu ziyarətdə danışmaq həm çətindir, həm də qürur vericidir. Ona görə çətindir ki, belə bir gəncimizi itirmişik. Ona görə qürur vericidir ki, çünki torpaqlarımızın, vətənimizin azadlığı uğrunda şəhid verdik. Allah şəhidlərimizə hamısına rəhmət eləsin. Onlar öz şirin canları ilə Azərbaycan qızıl tarixini yazdılar. Azərbaycan ərazi bütövlüyü uğrunda öz canlarından keçdilər. Onların həmişə ruhu qarşısında biz baş əyirik. Ulu Tanrıdan onların valideynlərinə, Raminin timsalında bütün şəhidlərimizin valideynlərinə səbir diləyirik. Onlara uzun bir can sağlığı. Siz həmişə fəxr edin ki, sizin evladlarınız Azərbaycanın tarixin yazılmasında öz canlarından keçdilər.
Məmməd Araz bir sözü var, deyir, vətən mənə oğul desən nə dərdim, mamur olub qayasında bitərdim. Bizim bu şəhidlərimiz bu günlər Azərbaycan hər qarış torpağında mamur olub onun dağlarında bitdilər və həmişə Azərbaycan yaşadıqca, durduqca şəhidlərimiz yaşayacaq və həmişə biz onlara fəxr edirik. Bu kənd qəhrəmanlar kəndidir, 7 şəhid verib, onların ikisi itkin düşüb, hələ bugünkü nəşi tapılmayıb və qalanı bu kənd qəbirstanlığında uyuyur. Sizlərə özlərin təşəkkürümü bildirirəm ki, vaxt ayırıb bu şəhidimizin məzarını ziyarət eləmişsiniz. Sizlərə hamınızın özlərinin təşəkkürümü bildirirəm. Bir daha şəhid valideynlərinə, bütün şəhid valideynlərinə Ulu Tanrıdan can sağlığı səvirdilər. Ulu Tanrı Ali Başkomandanımızı, Müzəffər Ali Başkomandanımızı, cənab prezidentimiz qorusun. Ulu Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, Allah Azərbaycanı qorusun, onun ordusunu qorusun. Çox son təşəkkür edirəm. Əziz şəhid-sevərlər, bugün Ramin qardaşımın ziyarətinə daha bir qəhrəman, vətənpərvər Əlzaman müəllim təşrif buyurub. Əlzaman müəllim Dəmir Yumruq Alfa qrupunun rəhbəridir, Abşeron şöbəsi. Buyurun Əlzaman müəllim. Çox sağ olun. Bugünkü günü Ramil balamızın ziyarətinə gəlmişik. Allah bütün şəhid valideynlərinə səbir versin. Qüdrət müəllim, siz qəhrəman şəhid valideynlərsiniz, qəhrəman valideynlərsiniz. Allah hər birinizə səbir versin. Allah sizə ömür versin. Bizə də Allah elə bir imkan versin ki, biz də bu şəhidlərimizi hər bir zaman gedib ziyarət eləyirik, söhbət yoxdur. Bir daha Allah rəhmət eləsin. Allah Ali Başkomandamızı qorusun. Var eləsin onu. O bizim bu torpaqlarımızı şəhidlər aldı və rəhbərliyi o elədi. Bir daha hamınıza sağ ol deyirəm. Burada çox söz demək olar, şəhidlər var da, elə qısa lazımdır. Hamınız var olasınız. Mən bütün şəhid sevənlərə can sağlığı arzulayıram. Hər bir şəhid valideynin qarşısında mən baş əyirəm. Sağ olun. Əziz şəhid sevərlər, hər bir qəhrəmanın öz yaxın əzizi olduğu kimi, həmişə onun qəhrəmanın hələ sağlığındakən böyüməsində, onun təlim tərbiyəsində ata-ana ilə bərabər yaxın qohumlar, dostlar, qonşular da həmişə diqqətli olurlar. Öz fikirlərini bildirirlər ki, evlatlar həmişə sağlam böyüsün, tərbiyəli böyüsün, vətənpərvər olsun, ziyalı olsun, vətənə gərəkli bir ziyalı kimi, övlad kimi böyüsünlər. Bu işdə Ramin qardaşımın çox gözəl istəkli əmlərindən biri Tariyel əmi burada iştirak edir. Tariyel əmi, siz böyütdüyünüz, həmişə onun başını sığarladığınız bu balaca o Ramin böyüdü. Gənc bir oğlan oldu, qəhrəman oldu. Ancaq siz onu həmişə xoş gününü gözləyirdiniz üçün, onun toy gününə, onun toy şənliyində iştirak edəsiniz. Bu arzularla yaşayırdınız. Tanrıdan ancaq Ramin o andını öz istəyinlə, öz qəhrəmanlığıyla pozdu ki, mən qələbə çalım, ondan sonra bu toy düyün günlərini həmişə ərmağan eləyim bugünkü gənclərə. O timsalda bütün şəhidlərin arzuları olublar. Onlar hətta mən bir yazıçı araşdırması üçün 5 ildir mən bu şəhid ailələrinə onları araşdırdım ki, bu şəhidlərin çoxu söz verib Qarabağdan sonra evlənə. Onlardan biri də Ramin idi. İndi bilirəm sizin üçün bir əmi kimi, bir necə deyərlər ki, sirdaş kimi, candaş kimi Raminə bu günlərini gözləyirdiniz. Əfsuslar olsun ki, bu tarix tamam başqa oldu. Şəhidlərin öz dediyi kimi, öz qələbələrinlə sonra. Tanrıdan arzum odur ki, bu şəhid adını yaşatmaq üçün onların yerdə qalan qardaşları, əzizləri o adları evlatlarına qoysun. Onda təsəlli olacaq. Onda onların, inandırım sizi ki, o ruhda böyüyəcək o uşaqlar. O ad çəkəcəkdir. Tariyel əmi, başın var olsun, Allah səbir versin. Bilirəm sizin üçün nə qədər çətin olsa da həm şərəfli, qürurludur ki, belə bir qardaş oğlu var. Bu yurtda onun davamçıları, qardaşları var. Onun digər qardaşlarından, real qardaşımız hərbi xidmətdədir. Sağ olun, minnətdarlıq edirəm ki, bütün şəhid sevərləri, ki, şəhid ailələri burada iştirak edirlər. Bizim qardaşım oğlunun məzarı üzərində ziyarətə gəliblər. Həmişə mən özüm də çalışıram ki, yəni bütün şəhidlərin tədbirlərində yaxından iştirak edeyim.
yəni yüksək səviyyədə iştirak edeyim. Ramin qardaşım oğlu Ramin demək olar ki, onun uşaqlığı şəhərdə yaşasalar da, doğulduğu bu kənddə, Çapari kəndində keçib. Yəni uşaqlıq vaxtı, yəni tətil vaxtlarında, yəni bizim kənddə, yəni baba evində, yəni həmişə bu kənddə böyüyüb. Yəni bizim kəndin demək olar ki, yəni bu şəhərdə yaşasalar da son vaxtlar, kəndin hamısı, bütün sakinləri hamısı bilirdilər ki, tanıyırdılar. O uşaq elə ki, özünü bu kəndin bir sakini kimi yəni sayırdı. Yəni hərbi xidmətdə olanda və yaxud hərbidə işləyəndə, yəni işlədiyi müddətdə də tez-tez kənddə xeyir işlər olurdu. Hamısında gəlib iştirak edirdi. Yəni yaxından iştirak edirdi. Yəni elə bir uşaq idi, elə bir oğul idi ki, yəni elə bir qəhrəman oğul idi ki, yəni bütün çalışırdı ki, hamıya yaxşı xeyir işində həmişə köməklik eləsin. Yəni yaxından köməklik dəyirdi. Yəni rayon cəmaatı da bilir. Yəni o hərbi xidmətdə olanda orada düşən əsgərlər də olub, hamısında yaxından köməklik dəyib. Yəni biz belə xatirimizdə belə qalıb ki, yəni belə həmişəki belə gülərüz, belə bir yəni vətən oğlu kimi, yəni qəhrəman kimi qalıb. Amma yenə də şəhid valideynlər qarşısında baş əyirəm, bütün şəhidlərin qarşısında mən də öz növbəmdə baş əyirəm. Sağ olsun. Əziz şəhidseverlər, bugün Ramin qardaşımızın məzarı önündə durmaq həm şərəfli, həm qüdrətlidir. Ona görə ki, fəxrlidir, şərafətlidir. Eləcə də bütün şəhidlərin əgər məzarı yanında durmaq, onların ruhu ilə baş-başa qalmaq, onların ruhu ilə pıçıldaşmaq hər bir kəsin borcudur. Ona görə ki, bunların bizə ərmağan elədiyi bu qəhrəmanlığı bugünkü gənc nəsil yaşatmalıdır, öyrənməlidir, araşdırılmalıdır və gələcək nəsillərə ötürülməlidir. Şəhid qardaşımızın salamına gələn, onun ruhu ilə baş-başa qalan şəhid atası Qüdrət əmi. Allah sizə səbr versin. Eləcə də bütün şəhid valideynlərinə deyirəm. Möhkəm olun, səbirli olun. Bunlar öz talilərini, öz həyatlarını özləri yazıblar. Özləri Ulu Tanrı ilə, uca Yaradanla həm söhbət olublar. Öz qəlblərini bağlayıblar. Çox ağır bir itkidir, evlad itkisi. Bu evlad itkisi vətənin evlad itkisidir. Çünki bunlar artıq vətənin evladıdır. Artıq bunlar sizin yox. Bunlar Azərbaycan xalqının evladıdır. O səpkidə, o baxımdan desək, daha yerinə düşər ki, artıq bu bütün sizin ailədən, bütün Azərbaycan ailəsinin oğludur. Hər bir şəhidimiz. Bütün ailələrin balalarıdır. Allah sizə səbir versin. Allah sizin o biri evlatlarınıza uzun ömür, can sağlığı, sizə də uzun ömür, can sağlığı versin. Yenə deyirəm, bir arzu olaraq Allah o biri qardaşlarına oğul evladı eləsin. Arzumuzdur, həmişə demişik, onun adını, Ramin adını onlar yaşadacaqlar. Var olasınız. Buyurun. Mən əvvəla bugünkü bu yaxşı havada bura gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu şəhid valideynlərinə, bu bizim yerli icra nümayəndəsi, Əzəman müəllimə, yəni hər bir kəsə. Çünki bu şəhidi sevmək, o əslində o imandan, dindən gəlir. Çünki o şəhidsevər ham ola bilmir. Əslində biz şəhidləri hər zaman qəlbimizdə saxlamalıyıq ki, onlar yaşasın. Bəli, bizim başqa bir imkanımız yoxdur ki, o şəhiddə yaşatmaq üçün. Allah hər bir şəhidin ruhunu şad eləsin. Amin. O xalq şairimiz Musa Yaqubun belə bir şeiri var. Məhz şəhidlərimiz üçün yazılır bu. Bəlkə də borcundan çıxmadım vətən. Ömür bahar deyil, bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, çürüyüm bir ovuz torpağın arsın. Bəli. Allah hər bir şəhidimizin ruhunu şad eləsin. Bir daha çox sağ olun, minnətdaram. Buyurun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah onu şad eləsin. Səbir versin var.
Ramin qardaşımın uyuduğu bu məkana, uyuduğu bu torpağa, ulu torpağa, onun ruhu ilə pıçıldaşaraq, onun bu qara gözlərinə, o şirin canından keçən vətən torpağı uğrunda sinəsini sipər elədiyi bu məzarını bu al güllərlə, al qərənfillərlə salamlayırıq. Ruhun şad olsun əziz qardaşım. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların həyatda qazandıqları ən böyük ad, bu nemət, şəhadətdir. Hər bir kəsə nəsib olmayan bu şəhadəti onlar özləri qazanıblar. Onlar Allah Teala ilə danışıblar. Onlar hər biri ya Hüseyin Allahu Ekber deyib halallaşıblar. Onlar geridə qalan bütün ata-analarını düşünmədən, ciyər paralarını, ailəli olanlar övladlarını, olmayanlar ata-anasını bir göz qırpımında düşünmədən Tanrı ilə danışıb, vətəni seviblər. Vətən sevgisi burada ən uca ali olduğuna görə Allah onlara da bu şəhadəti nəsib edib. Allah hər birini, Allah ruhunu şad eləsin. Onlar ruhu qarışsın. Əziz şəhid-sevərlər, bugün Azərbaycanın bütün ərazilərində, onların yaşayış məntəqələrində, şəhərlərdə, kəndlərdə, qəsəbələrdə, uzaq obalarda vətənpərvərlik hissi ilə həmişə insanların şəhid qapılarını döyən, onların yanında olan, onların hissinə, onların dərdinə şərik olan Səda TV-nin rəhbərliyinə, Mehman müəllimə, Mehdiyevə öz dərin təşəkkürümüzü bildiririk. Onun əməkdaşlarına, məsul katibi, bizim gözəl qardaşımız Mahir Vəliyev də Ramin qardaşımın ruhu qarşısında deyəcək sözlərinlə onu salamlamağa gəlmişdir. Bu ulu diyara, bu ulu ocağa. Buyurun Mahir müəllim, öz ürək sözlərinizi deyin. Çox sağ olun Rüfət müəllim. Allah sizdən razı olsun. Təbii ki, biz də Rüfət müəllimi tez-tez bütün şəhid tədbirlərində görürük. Bu günlərin lap yaxından tanış olduq və fürsətdən istifadə edib bütün Səda televiziya izləyicilərini salamlayıram. Bütün dünya Azərbaycanlarını, bütün şəhid-sevərləri salamlayıram və burada olan, bu müqəddəs məkanda olan bütün şəhid valideynlərin, şəhid həm də siz qardaşısınız, bütün qonaqları salamlayıram. Allah ölkəmizi, obamızı, elimizi qorusun inşallah. Biz, bayaq mən özüm də sizə dedim ki, biraz yerə elə qısa danışaq ki, biraz baxımlı olsun da. Yəni, indi elə dövrdə yaşayırıq ki, sosial şəbəkələrdə məlumatlar, verilişlər daha çoxdur. Amma mən bugünkü gün burada bu sözü demək istəyirəm ki, biz bunu dərk eləməliyik ki, bugünkü gün biz açıq səma altında, alnı açıq, üzü ağ gəziriksə, bunu bizə bəxş edən qəhrəman oğullarımız, Ali Baş Komandanımız, ümumiyyətlə bütün zəhməti keçən, bütün o necə deyərlər, dəstəyə olan hər bir kəsə öz minnətdarımızı bildiririk ki, biz torpaqlarımızı azad elədik, alnımızda olan qara ləkəni təmizlədik. Və heç vaxt unutmamalıyıq ki, biz şəhidlərimiz üçün, qazilərimiz üçün hər hansı bir maddi, mənəvi, fiziki bir iş görürüksə, bu, yəni ki, yerin dola bilir. Müəyyən qədər məbləğdə nəsə eləyə bilərik, vaxt verə bilərik. Bunun yeri dolur. Amma şəhidlərimiz öz şirin canların qurban veriblər bizdən ötürü. Yəni bunu heç nə ilə əvəz olunası bir şey deyil. Bunu mən həmişə bu sözü təkrarlayıram, deyirəm ki, bunu biz heç vaxt unutmamalıyıq. Və bunu dərk eləyəndə biz onda şəhidlərimiz üçün nəsə eləyəndə yorulmuruq, usanmırıq. Başa düşürük ki, biz bunu borcluyuq, eləməliyik. Allah sizləri qorusun. Bir daha burada olan şəhid valideynlərin qarşısında baş əyirəm. Bu məzarlıqda uyan bütün Ramin balamızın timsalında bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Allah ölkəmizi, obamızı qorusun. Müharibədə əldə elədiyimiz qələbə ilə yanaşı biz həm də həmrəlik əldə elədik, birlik əldə elədik. Və Allah bu birliyi bizə çox görməsin. Mən Ağsu məzarlığında Kərbəlayi Süleymangilə, Namiq müəllimlə bir yerdə müharibənin təzə vaxtlarında da olmuşdum. İkinci dəfədir burada oluram. Burada Elçinin oğlu Yalçın qardaşımız da bizim qəhrəman şəhidlərimizdən. O da uyur burada və bayaq dediyim kimi bütün şəhidlərimiz Allah rəhmət eləsin. Qüdrət müəllim siz də sağ olun. Nam müəllim siz də sağ olun. Qardaş Allah sizi də var eləsin. Allah köməyiniz olsun. İnşallah gözəl xoş günlərdə görüşməyə Allah bizlərə nəsib eləsin. Bütün dünyada sülh, əmin-amanlıq bərpa olsun. Heç bir dünyanın heç bir yerində körpələr, övladlar əziyyət çəkməsin, firavanlıq olsun. İnsanlar sağlam yaşasın, övladlar sağlam böyüsün.
Var olun, sağ olun. Allah'a emanet olun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdines sıratal müstakim sıratellezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâlîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah kömək olsun. Allah ruhlarını şad eləsin. Əziyyət çəkir həmşəkətdə. Əziz şəhərsevər qardaşlarımız, əziz şəhərsevərlər, həmişə vətənpərvərlik ruhu ilə, vətənpərvərlik ideyalarıyla bizim şəhid qardaşlarımızın, qəhrəman qardaşlarımızın sosial şəbəkələrdə yayımlanması, əziyyət çəkən Sabığı qardaşımızı alqışlayıram. O ürəyinlə, qəlbinin səsi ilə həmişə qəhrəman qardaşlarımızın təbliği işində bir and içmişdir. O vicdan and içmişdir. Sağ olun Mahir müəllim. Bu vicdan andını içənlərdən biri də Mahir müəllimdir. Onun təmsil etdiyi Sədat Tevedikin Azərbaycanımızın bütün bölgələrində, bütün yaşayış məntəqələrində bu işdə sonuna qədər təbliğ işlərindən xalqımıza, gələcək nəsillərimizə bu məlumatları ötürəcəklər. Var olasınız. Sizlərlə fəxr edirik. Şərəf duyuruq. Sağ olun. Əziz şəhərsevərlər, bugün Ağsu rayon Çaparlı kənd məzarlığında daha bir qəhrəman şəhidimizin 1-ci Qarabağ savaşında şəhadətə ucalmış şəhid Rüstəm İkram Novruzəlioğlunu ziyarətinə toplaşmışıq. 1-ci Qarabağda başlanan bu mübarizəmizin ilkin qədəm basan mübarizəyə bu şəhid qardaşlarımız nə biləydik ki, estafeti Vətən müharibəsi şəhidlərini ötürəcəklər. Ancaq bunlar bu yolun başlanğıcındaydılar. Onlar öz şirin canlarından keçərək vətən torpaqlarının son damla qanlarına qədər vuruşaraq şəhadətə ucaldılar. Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndi uğrunda döyüşlərdə şəhadətə ucalan Rüstəmov İkram Novruzəlioğlunun hazırda 3 qız evladı yadigar qalmışdır. Onlar şərəf və qürur duyurlar ki, onların ataları vətən uğrunda, vətən yolunda şəhadətə ucalıb. Bu fəxri adla, bu şərəflə, bu şöhrətlə böyüyən evladlar, dünyaya gətirdiyi evladlara da bu atalarından keçən qəhrəmanlığı ötürüblər. Onlar da həmin böyüyən evladlar babalarına fəxr edəcəklər. Bu nəvələr həmişə qürurla, şərəflə hər bir məclisdə, hər bir yerdə baş ucalığından deyəcəklər. Mən Rüstəmov İkramın evladıyam, mən Rüstəmov İkramın nəvəsiyəm. Allah ruhlarını şad eləsin bütün şəhid qardaşlarımızın. Onlar həm 1-ci, həm 2-ci Qarabağ savaşında şəhadətləri ilə Azərbaycanın bütövlüyünü, suverenliyini, müstəqilliyini bərpa elədilər. Allah hamısının ruhu şad eləsin, ruhları qarşısında baş əyirik, ailələrinə səbir və dözüm diləyirik. Əziz şəhərsevərlər, Ağsu rayon Çaparlı kənd məzarlığında uyan qəhrəman qardaşlarımızdan da biri şəhid Namiq Zahidov Nəsiroğludur. O uzaq Rusiyamızda, Rusiya Federasiyasında yaşasa da qəlbi vətən eşqi ilə döyünür və bu işdə əldə silah götürüb vətən torpaqlarının müdafiəsində mənfur düşmənə qarşı mübarizəsini öz rəşadətinlə, öz cəsarətinlə göstərmək üçün Qarabağ savaşına atılır. Allah şəhidlərimizin ruhunu şad eləsin. O şəhidlərimizdən üçün Namiq qardaşımız da öz vicdanı qarşısında işlədiyi anda sadiq qalaraq vətənpərvərlik eşqi ilə, vətənpərvərlik ruhu ilə vətən torpaqlarının ilk cığır açanlarından, ilk döyüş ruhunu gələcək nəsillərə yaşatmaq üçün əməllərlə tarixi adını qızıl hərflərlə yazdırdı. Namiq qardaşım, ruhun şad olsun. Hər zaman qəlblərdəsən, hər zaman ürəklərdəsən. Namiq qardaşımız öz rəşadətinlə bugünkü gənc nəsilə bir örnəkdir. Hər zaman xatırlanacaq, hər zaman yad olunacaq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin Allah. Əziz şəhərsevər qardaşlarımız, həmvətənlərimiz,
Biz adını çəkdiyimiz Ağsurayon Çaparlı kəndinin qəhrəman oğulları sırasında şəhid Fikrət Səfəroğlu Ayadovun və şəhid İlman Hüseynoğlu Hüseynovun adlarını da çəkirik. Ancaq bunlar əfsuslar olsun ki, uzun axtarışlardan sonra neytral zonada qalan Fikrət Səfəroğlu Ayadov Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş və bu günə qədər axtarışdadır. Biz bütün beynəlxalq təşkilatlardan, Qırmızı Xaç Haypara Cəmiyyətindən, eləcə də şəhid İlman Hüseynoğlu Hüseynovun Ağdam rayon Qalansaray kəndi uğrunda gedən döyüşlərdə itkin düşməsi haqqında məlumatlar götürülsə də, bu günə qədər öz işlərində daha mükəmməl olmalarını istərdik ki, bunların son taliləri haqqında dəqiq məlumatları xalqımıza çatdırsınlar. Bu işdə inanıram ki, əldə olunan nəticələr onların ailələrinə yaxın vaxtlarda çatdırılacaq. O da şəhid. Şəhid Akşin Güləhbəroğlu Məmmədov da Ağdam rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdü və hər üç qəhrəmanın uğrunda, onların axtarışı uğrunda aparılan işlər öz səmərəsini verəcək və gözü yolda qalan onların əzizləri, ailələri bir daha dəqiq məlumat əldə edəcəklər. Bu işdə bütün beynəlxalq təşkilatlar, Qırmızı Xaç Haypara Cəmiyyətinin gördüyü işlər bizim üçün önəmli və diqqət mərkəzindədir. İnşallah bunlar haqqında məlumatlar doğru düzgün, yenə deyirəm, ailələrinə çatdırılacaq. Sağ olun, hər biriniz var olun. Əziz və hörmətli şəhidseverlər, vətənin azadlığı uğrunda şirin canlarından keçən şəhid qardaşlarımızın bu gün ziyarətindəyik. Ağsurayonu Çaparlı kəndində qəhrəman qardaşlarımızdan şəhid Gizir Hüseynov Ramin Qüdrətoğlu'nun və digər şəhid qardaşlarımızın Çaparlı kəndində yaşayan el, cəmaət, yerli kənd sakinlərinin vətən uğrunda şəhadətə uzanan qəhrəmanlara hörmət izzəti əlaməti olaraq kəndin ərazisində yaradılmış bu park şüşəni görürük. Kəndin qəhrəman oğullarından 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhadətə uzanan qəhrəman qardaşlarımızın foto albomu bu gün hər bir ziyarətçinin diqqət mərkəzindədir. Bu yoldan ötən hər bir vətəndaş bu qartal başlı, qürurlu qəhrəman qardaşlarımızın ziyarətinə gələrək onların keçdiyi ömür yollarını xatırlayırlar. Bu özü bir vətənpərvərlik, ruh yüksəkliyi, vətənpərvərlik hissinin aşılanmağında çox böyük tədbirdir. Mən arzu edərdim ki, Azərbaycanımızın bütün yaşayış məntəqələrində bu kimi yüksək dəyərli fikirlərimizin təbliği, təşviqi işində əlbir olmalıyıq. Çünki bu qəhrəmanlarımızın həyata keçirdiyi əməliyyatlar, şücaət və qəhrəmanlıqlar hər kəsin qəlbində əbədi yaşamalıdır. Allah ruhlarını şad eləsin. Hər bir qəhrəmanımızın ruhu bizlər üçün əziz və qiymətlidir. Onların keçdiyi ömür yolunu diqqətdə saxlamaq, onların təbliği işində əlbir olub, bircə fəaliyyət göstərməliyik. Bu işdə sağ olsun Səda TV-nin məsul katibi Mahir müəllimin, eləcə də kəndimizin qəhrəmanlıq işlərinin təbliğində Sabuhi qardaşımızın böyük zəhməti vardır. Sizi hər birinizə işinizdə, fəaliyyətinizdə uğurlar diləyirəm. Mən də öz işimlə yazısı araşdırması Rüfət Hüseynli təbliğ işində andım və qərarım budur ki, ömrümün sonuna qədər şəhidlərimizin təbliği işində öz vətənpərvərlik borcumuzu, vicdan borcumuzu yerinə yetirəcəyik. Hər birinizə uzun ömür, can sağlığı. Əziz qardaşlarım, rahat uyuyun. Biz sizin təbliğin, təşviqinizdə, vətənpərvərlik qarşısında gördüyünüz, vətən qarşısında gördüyünüz vətənpərvərlik işlərinizi hər zaman təbliğ edəcək. Buna canımızla, qanımızla, andımızla sadiqik. Sağ olun, ruhunuz şad olsun, əziz qardaşlarımız. Çox sağ olun Rüfət müəllim. Bəli, bütün o şəhid tədbirlərində iştirak edən vətəndaşlar, vətənsevərlər, şəhidseverlər hər birisi Rüfət müəllimi yaxından tanıyır. Çünki Rüfət müəllimi biz bütün şəhid tədbirlərində həmişə izləyirik, görürük. Çox sağ olun. Allah sizə bu işdə uğurlar nəsib eləsin inşallah. Çox sağ olun. O sizin də müəyyən qədər özünüz necə deyirlər, təcrübəniz var, yaşınız var. Allah sizə can sağlığı versin. Həqiqətən də siz cavanlar üçün bir örnəksiniz.
Sağ olun, Biz var olun. sizin kimi vətəndaşlarımızla fəxr edirik. Sağ olun, var olun. Nə yaxşı sizin kimi ziyalılarımız var. Sağ olun. Əziz şəhid-sevərlər, 1-ci Qarabağ Savaşına qatılan qəhrəman qardaşlarımızdan biri də yenə Ağsu rayon Çaparlı kənd qəhrəman oğlu Ayadov Fikrət Səfəroğludur. Fikrət Səfəroğlu bu günə qədər 1-ci Qarabağ Savaşında Füzuli uğrunda gedən döyüşlərdə Aşağı Seyid Əhmədli kəndinin qəhrəmancasına düşməndən müdafiəsində son damla qanına qədər döyüşmüş, neytral zonada qalmışdı. Mənfur düşmənlər imkan verməmişdi ki, onun sonraki taliyindən bir xəbər ola. Ancaq gözü yolda qalan əzizləri, yaxınları, valideynləri, əzizləri, o cümlədən qardaşı, Oktay qardaşımız da hər zaman bu axtarışda dayanmadan sona qədər fəaliyyətini davam etdirir ki, bir qardaş xəbəri bilsin. Gözü yolda qalanlarına Allahdan səbr dilirik ki, onun son taliyi haqqında dəqiq məlumatlar veriləcək. Həmişə vətənin keşiyində durmaq, onun xidmətində durmaq, vətənpərvərlik hisslərini yaşatmaq hər bir kəsin borcudur. O cümlədən Oktay qardaşımız da bu işdə fəaldır. Allah səbr dözüm versin. Sözü qəhrəmanımızın atası Qüdrət müəllimə veririk. Əvvəla şahidlərimi salamlayıram. İlk dəfə 2000-ci illərdə biz Ramin həmin bu sinifdə yəni dərsə gəldi və burada öz tədris dərsini aldı və 2001-ciyə qədər həmin sinifdə Ramin Hüseynov qəhrəmanımız təhsil almışdı. Bəli, əlbəttə ki, bu şagirdlərimiz gələcəkdə öz kumirlərini, öz gələcək qəhrəmanlarını belə bir qəhrəmanlıq haqqında həmişə yada salacaqlar. Bəli. Əlbəttə ki, bütün şəhidlərimiz hər zaman qəhrəmandır. Çox sağ olun. Əziz və hörmətli şəhid-sevərlər, hal-hazırda Ağsu rayonu Çaparlı kənd orta məktəbindəyik. İkram Rüstəmov adına, şəhid İkram Rüstəmov adına məktəbdəyik. Məktəbin biz dəhlizində şəhidimiz Rüstəmov İkram Novruzəlioğlu'nun haqqında yəni verilmiş bareliyefə diqqət yetiririk. Sonra Ağsu rayonu 2-ci Qarabağ müharibəsi şəhidləri haqqında hansı ki düzəldilmiş foto şəkil hər bir məktəblinin qəlbində, ruhunda yaşayacaq. Və Çaparlı kəndindən olan 7 qəhrəmanımızın hər birinin adına veriləcək bu dəhlizimizdə sinif otaqları var. Bu sinif otaqlarından da biri hal-hazırda qarşısında dayandığımız şəhid Gizir Hüseynov Ramin Qüdrətoğlu'nun adına verilmiş sinif otağıdır. Sinif otağına daxil olmamışdan qabaq biz onu deyək ki, 8 sentyabr 93-cü ildə Ağsu rayon Çaparlı kəndində dünyaya gələn bu qəhrəmanımızın sonraki taliyinə diqqət yetirsək, ailəsi ilə birlikdə Bakı şəhərinin Binəqədi Biləcəri qəsəbəsinə köçməyinə 2001-ci ildə bu sinif otağında ilk qədəmlərini basan şəhid qardaşımızın növbəti orta təhsili Bakı şəhərində başa vurmuşdur. Və indi hal-hazırda onun ilk qədəm basdığı sinif otağına daxil oluruq. Buyurun. Bax, bu sinifdə əziz qardaşımız, şəhid qardaşımız ilk məktəb qədəmlərini bu partalarda arxasına keçirməklə ilk məktəb illərinə qədəm basmışdır. Onun haqqında olan fotoqüşəni görürük. Bugün burada təhsil alan hər bir fidan bala, hər bir balaca bizim məktəblimiz Ramin və eləcə də digər şəhid qardaşlarımız haqqında məlumatları bilgilənib, vətənpərvərlik ruhunda onlar böyüyürlər. Sağ olsun müəllimlərimiz, məktəb rəhbərliyimiz, Cümşüd müəllim, Ayşən xanım Aslanova və eləcə bu işdə öz müəllimlik, pedaqoji fəaliyyət borcunu şərəf və ləyaqətlə yerinə yetirirlər. İndi hal-hazırda biz şagirdlərimizin qarşısında onların təhsil aldığı bu sinif otağında Ramin haqqında deyəcəyi sözləri şeiriyyətlə biz onu dinləyəcəyik. Əziz şəhid-sevər, millət-sevər bizim həmkarlarımız, qardaşlarımız, şəhidimizin atası Qüdrət əmri görürük. Qüdrət əmi ilk dəfə əlinə tutub bu sinif otağına Ramini gətirəndə onun gələcəkdə bir ziyalı kimi böyüməyində onu müəllimlərinə tapşırmışdı. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Çox sevindirici haldır ki, Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından, qanından keçən qəhrəman oğullarımızı belə deyək də adını əziz tutaraq, həmişə onların adını yüksək tutub ictimailəşdirmək, onlar üçün filmlər çəkmək çox sevindirici haldır. Mən Çaparı kənd tam orta məktəbinin uşaq bilik təşkilatının rəhbəri kimi deyə bilərəm ki, gözümü açıb 87-ci ildə doğulmuşam. Mən Çaparı kəndində doğulmuşam və gözümü açıb ağlım kəsəndən mənfur düşmənlərimizin, ermənilərin Azərbaycan xalqına olan təcavüzü, Azərbaycan xalqına qarşı keçirdiyi soyqırımları eşidərək, böyüyüb başa çatmışam. Sevindirici hal odur ki, Çaparlı kəndi həmişə qəhrəmanlığı ilə, vətənpərvərliyi ilə seçilib. Heydər Əliyevin xalqa ilk müraciəti vətən oğulları, vətən əldən gedir deyəndə, onda Çaparlı 93-cü ildə Çaparlı 80 öy idi. 80 öydən, 80 ailədən 65 nəfər silaha sarılaraq vətənin müdafiəsinə qalxmışdı. Bu günləri Çaparı kəndində həmən o 65 nəfərdən 5 nəfəri şəhid oldu. Onlarla qazimiz, veteranımız var. Və elə böyüdük ki, bu əziz şagirdlərimiz də bunu eşitsin. Elə böyüdük ki, biz elə başa düşürdük ki, bu Qarabağ dərdi bizimlə ölüncən gedəcək. Elə baş verdi ki, Allaha sonsuz şükürlər olsun ki, 2016-cı ildə aprel döyüşləri zamanı həmən bax Ramin Hüseynov da Lələtəpiyə bayraq sancan oğullarından biri idi. Onda Azərbaycan xalqının belə deyək də özünə inamı, özünə güvəni qayıtdı aprel döyüşləri ilə. 2020-ci ildə də vətənin müdafiəsinə qalxan onlarca oğullarımızdan biri də həmən Ramin Hüseynov idi ki, qəhrəmancasına döyüşdü, şəhid oldu. Çox sevindirici haldır ki, indi şəhidin valideynləri, məktəbimizin rəhbərləri, bu günləri bu Səda TV-nin əməkdaşları köməkliyi nəticəsində həmən şəhidlərimiz anılır və onlar haqqında belə deyək də sənədli filmlər çəkilir. Gələcəkdə şagirdlərimiz, gələcək nəsillər bununla böyüyür, bunu heç vaxt unutmur. Vətənin qəhrəman oğullarını həmişə anırlar. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Çaparlı kənd tam orta məktəbi olaraq biz də əlimizdən gələni həmişə əsirgəmirik ki, vətənimizin qəhrəman oğulları unudulmasın. Minnətdaram, çox sağ olun. Aksu rayon şəhid İkram Rüstəmov adına Çaparlı kənd tam orta məktəbinin də şagirdləri öz şeir çələnginləri, öz şeir poeziya ərmağanı ilə şəhidlərimizi, qəhrəmanlarımızı salamlamağa hazırdır. Buyurun, sözlər sizindir. Sən qəmli baxanda qəlbim kövrəlir. Sanki səmalardan nida səslənir. Otsuz alovsuz da ocaq dillənir. Sənin varlığında şəhid atası, vətənə qeyrətli igidlər verən, zərrəsi bir dastan ərənlər verən, ölümdən qorxmayan şəhidlər verən, vətən harayında şəhid atası. Eşitsin kainat, qoy bilsin cahan, şəhidlər ölməyir inan heç zaman. Hər zaman dünyada əbədi qalan, elin yaddaşında şəhid atası, vətəni ana tək sevməli oldu. Onun üçün canından keçməli oldu. Şirin xatirə tək qəlblərə doldu. Sənin evladın da şəhid atası. Ata, evə gəlirəm. El obaya haray sal. Həyətin qapısını açıq saxla taybatay. Biraz da qaldır göyə. Biraz da qaldır göyə divardakı bayrağı. Bayrağın tərpənməsi sökəsin hər kəsi. Sən də biraz möhkəm ol. Sən də biraz möhkəm ol. Qurban olum, qəm yemə. Amandır. Amandır bu xəbəri anama birdən demə. De yığılıb azacıq, əl bəyağını cızıb. Buna görə komandir balanı evə yazıb. Ya da de ki sürüşüb qolu çıxıb. Ya da de ki darxıb sizin üçün darxıb. Anam dözməz bu dərdə. Kimsə qəfildən desə. Nə olar, nə olar sən özün de necəsən. Ata, bu da mən. Görüşmürdük açandır. Quzu bala dedin,
Quzu bala dediyin artıq bir qəhrəmandır. Camaat dəfinindən artıq çox danışacaqdır. İndi son dəfə qucaqlar. Gedirəm mən. Qulağıma pıçılda de ki, oğul səni çox sevirəm. Əlvida bütün evin yükünü çəkən adam. Bir oğul tabutuna gücü çatmayan atam. Bir oğul tabutuna gücü çatmayan atam. Salam şəhid anası. Mən də sənin bir balan. Olmasam da qəhrəman. Şah Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası. Sən necə qürurlusan? Dağ boyda oğlun gedib yenə də dik durmuşsan. Ağappaq saçlarından nur saçlı nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı. Dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxa dayaq itirdin. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Salam şəhid qardaşı. Şəhid adlı yaramı. Düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ayana, saçını dərddən ağartma. Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma. Alışma, adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyil nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Vətənin köməyə ehtiyacında. Yetdilər imdada, dar ayağında qanlarını tökdülər torpaq uğrunda. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Şəhidlik adını ucuz tutmayın. Öldülər sözünün dili almayın, onlar yaşayırlar. Siz unutmayın. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Qabil ədalətən yolunda hazır. Qisas alınacaq əvvəl yaxır, yalnız bir təsəlli ürək atır. Var belə oğullar, ola şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Əziz və hörmətli şəhid sevərlər, bugün ocağına toplaşdığımız təhsil ocağında İkram Rüstəmov adına Çaparlı kənd orta məktəbi Aksu rayon Çaparlı kənd orta məktəbinin hərbi rəhbəri 1-ci Qarabağ uğrunda savaşlarda itkin düşmüş Səfər Ayadovun qardaşı hərbi rəhbər Bala Mirzə müəllimə söz verilir. Mən də ilk öncə sizə öz təşəkkürümü bildirirəm ki, sağ olun ki, gəlib bizim şəhidlərimizin xatirəsini belə əbədiləşdirirsiniz. Sizə çox təşəkkür edirəm. Mən şəhidlər haqqında bir neçə qısa kəlmə sözlərimi demək istəyirəm. Bizim kəndimiz şəhid qəhrəmanlar kəndidir. Buradan bizim kəndimizdən 7 dənə şəhidimiz var. Onlar məktəbdə də oxuyanda səmimi, vətənpərvər, xalqımızın xeyrinə olan gözəl deməli vətəndaşlar idilər. Mən Ayadov Fikrət Səfər oğlunun qardaşıyam. Bu məktəbdə hərbi rəhbər işləyirəm. Gənclərimizin vətənpərvər ruhda yetişməsinə biz əlimizdən gələni edirik və çalışırıq ki, gənclərimiz deməli vətənə bağlı, vətənini sevən bir deməli gənc kimi yetişsinlər. Mən şəhidlərin ata-anasına Allahdan dözüm və səbir diləyirəm. Onların qarşısında baş əyirəm. Onlara həmişə dözümlü, səbirli olmağı arzulayıram. Qazilərimizə də can sağlığı arzulayıram. Çox sağ olun. Sizə də öz təşəkkürümü bildirirəm. Salam, hər birinizi salamlayıram. Bu günləri Çaparlı kəndində Rüstəmov İkram Oğuzəli adına olan tam orta məktəbdə
şahitlərin şəhidlərimiz haqqında olan tədbirdə yüksək səviyyədə şeir demələri şəxsən məni məmnun elədi. Çox razı qaldım. Allah canlarını sağ eləsin. Bu günləri bu məktəbin rəhbərliyinə, onun müəllim kollektivinə təşəkkür edirəm ki, sağ olsunlar, gözəl bir tədbir təşkil edərlər və arxa hissədə bizim rayonumuzun qəhrəman şəhidlərinin şəkilləri var. Allah ruhlarını şad etsin, məqamlarını uca eləsin, nur içində yatsınlar. Əziz şəhidseverlər, Çaparlı kənd orta məktəbinin şəhidlərimiz haqqında olan hansı ki məlumatları biz tam çatdırdıq və bunların hər birinin adına olan sinif otaqlarından biri də Şəhid Süleymanlı Elmir Aqiloğlu'nun adına olan sinif otağıdır. Əhsən müəllimlərimizə, burada yaradılan gülşə, hər bir təbliğat bütün gənclərimizin informasiya otağıdır. Maariflənməsinə və qəhrəmanlıq haqqında olan bilgilərinə böyük ərmağandır. Biz öz təşəkkürümüzü bildiririk məktəb rəhbərliyinə və müəllimlərimizə. Əziz və hörmətli şəhidseverlər, qəhrəman sevərlərimiz, Ağsu rayon Çaparlı kənd orta məktəbinə şəhid İkram Rüstəmov adına təhsil ocağının rəhbərliyi, və eləcə də müəllim kontingenti hər bir təhsil ocağında olduğu kimi burada da qəhrəmanlarını əziz və ucutdur, onlar haqqında olan tədbirləri çox yüksək səviyyədə həyata keçirirlər. Məktəb direktoru müavini Ayşən xanım Aslanovaya söz verilir. Salam, hər birinizi salamlayıram. Mən İkram Rüstəmov adına Çaparlı kənd tam orta ümumi təhsil məktəbinin tədris işləri üzrə direktor müavini Ayşən Aslanova. Mən şəhidimiz haqqında çıxış etməzdən öncə onu deyə bilərəm ki, düşünürəm ki, şəhidimiz haqqında daha çox məlumatlı olan onun ilk ibtidai sinif müəllimi, həmçinin şəhidimizin qəlbinə, belə deyim, vətən toxumlarını səpən ilk əlindən qələm tutmağı öyrədən, yazı yazmağı öyrədən müəllimi, ibtidai sinif müəllimi Ayatov Ağamizə müəllim olmuşdu. İstəyərdim ki, şəhid haqqında ilk təəssüratları, fikirləri müəllimdən dinləyək. Sağ olun söz verdiyi üçün. Bu günləri şəhid Kizir Hüseynov Raminin haqqında söhbət gedir. Xatırladım ki, şəhid Kizir Ramin Qüdrətoğlu'nun ilk sinif müəllimi mən olmuşam. Yəni 2001-2002-ci illərin fevral ayına qədər şəhidimiz bizim məktəbdə təhsil almışdı. Şəhidimiz haqqında onu deyə bilərəm ki, ilk məktəb illərində bu şagird, yəni şəhidimiz uşaq vaxtı çox istiqanlı, mehriban bir şagird idi. Məktəbin, hələ kiçik yaşlarında məktəbin tədbirlərində fəal iştirak edirdi. Onun gələcəkdə bir qəhrəman kimi yetişməsi hələ o vaxt hiss olunurdu. Çünki o, torpaq vətənimiz haqqında şeirlər danışar və vətənimizi çox sevdiyi onda hiss olunardı. Bu günləri mən fəxr edirəm ki, mən şəhidimizin ilk müəllimi olmuşam. Bizim məktəb, bizim kəndimiz çoxlu şəhidlər vermişdi və həmin şəhidlərimizin hamısı bu məktəbdə təhsil almışdı. Mən bu günləri başda Gizir Ramin Hüseynov olmaqla bütün şəhidlərimizə rəhmət diləyirəm. Allah onların torpaqların yatdıqları yeri cənnət etsin və şəhidlərimiz bizim qürur mənbəyimizdir. Onlar ölməyib, əbədi yaşayacaq. Onların bizim qəlbimizdə həmişə yaşayacaq, həmişə xatırlanacaq. Və yenə də şəhidimizə Allah rəhmət eləsin deyirəm və onun ilk müəllimi olduğu üçün mən təkrar edirəm, mən qürur hissi keçirdirəm. Allah yenə də rəhmət eləsin. Ağamirzə müəllim şəhidimiz haqqında məlumat verdi. Ondan əlavə onu deyə bilərəm ki, Çaparlı kəndi 7 şəhid vermişdi və onu qeyd etmək istəyirəm ki, həmin şəhidlərin hər biri İkram Rüstəmov adına Çaparlı kənd tam orta ümumi təhsil məktəbinin
məzunları olmuşdu. Biz məktəb rəhbərliyi, eləcə də müəllim kontingenti həmişə çalışmışıq ki, şagirdlərimizin vətənpərvər ruhda yetişdirməsi üçün əlimizdən gələn hər bir şey edək. Ümumiyyətlə, mütəmadi olaraq məktəbimizdə vətənpərvər ruhda tədbirlərimiz olur və şəhid ailələr də bu tədbirlərdə iştirak edirlər. Bəli, bugün burada keçirilən bu təhsil müəssisəsində bu məktəbdə keçirilən şəhidlər haqqında bu tədbirlər çox tədbirə layiqdir. Əlbəttə ki, hər bir məktəbdə, hər bir təhsil dərsində keçirilsə daha yaxşı olur və bu şagirdlər, bu məktəblilər bu kumirlərini, bu qəhrəmanlarını yəni həmişə anacaqlar. Bəli. Bir daha mən məktəb rəhbərliyinə, onun müavininə, şəxsi ünitlərin təşkirini bildirirəm. Burada yaxınlar iştirak edən şəhid ailələri, şəhid qardaşı və hər bir gələn təşkil üzrələrində dərin üzrümüzdür. Çox sağ olun, daha minnətlər. Hər birinizi salamlayırım inşallah. Bura bizim Ramin Hüseyin baba yurdudur. Hər birinizi xoş gəlmişsiniz. Allah köməyiniz olsun. Allah razı olsun. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Mənim xəyallarım vardı, mənim öz dünyam vardı, mənim sevdiğim vardı, benim sevgilim vardı. Ana, ben şehit oldum, yerim güzeldi, zeki ağlama, canım. Canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan sağ olsun, İlahi əsgərlərimizi koru. Vatan sağ olsun, benim çok değilecek sözlerim vardı, yüreğimde kaldı. Mübarek olsun. Benim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, ben şehit oldum, yerim güzeldi, zeki ağlama, canım ağlama, canım sevgilim, bağışla beni, seni tek koydum. Ana, ben şehit oldum, yerim güzeldi, zeki ağlama, canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vətən sağ olsun. Vətən sağ olsun, vətən sağ olsun, vətən sağ olsun, vətən